Salam yoldaşlarım, mən Fərid Əliyev, EFS Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə ədəbiyyatdan sınaq izahına baxacağıq. Demək, sualımız belədir. Bayatı janra aid edilən fikirlərdən biri yanlışdır. Adı deyir, əsas fikir 3-cü və 4-cü misralarda verilir. Əvvəlki misra, bəli, bu doğrudur. Bizə yanlış fikir lazımdır. A olmaz. Daha sonra B-də deyir ki, həm heca, həm əruz. Yanlış olan elə budur, çünki əruzda yazılmır. Digərlərinə də baxaq istəyirsiniz. Bayatda sözlər adətən danışıq dilində işləndiyi üçün verilir. Bəli. 4 misradan ibarətdir. Hər bəli, 7 hecadan ibarət olur hər misra. Qafiyə quruluşu A, B, A şəklindədir. Bəli. İkidə deyir, atalar sözləri ilə bağlı fikirlərdən biri yanlış olanı istəyir. Fikir üstü örtülü şəkildə A-da deyir, ifadə olunur. Elə yanlış olan budur. Yəni, bu atalar sözünə fikir üstü örtülü şəkildə ifadə olunmur. Bu tapmacalara aid belə deyə fikirdir. Qısa yığcam olur. Bəli. Fikir bitkin olur. Bəli. Xal müdrikliğini ifadə edir. Bəli. Həm həqiqi, həm də məcazi mənada olur. Daha sonra 3-cü sualda deyir, məzmununa görə qoşmanın növlərini. Baxın, məzmununa görə deyir. Formaya görə də növ var, məzmununa görə də. Məzmununa görə növləri demək, ustadnamədir, gözəlləmədir, vücudnamədir, qıfıl bənd. D variantı. 4-də deyir, Dədə Qorqudda Qarada Çoban surəti barədə deyilənlərdən biri səhvdir. Ecidlikdə qazandan geri qalmır. Səhv lazımdır bizə. Bəli, bu düzdür. Vuruşda iki qardaşı qurban gedir. Bəli, Dəmirgüz, Qabangüz. Aşağı zümrə nümayəndəsidir. Bəli. Basatla Təpəgözün üzərinə getmək istəyir. Basatla deyir, Təpəgözün üzərinə xeyr. Basatla Təpəgözün üstünə getmək istəyir. Fikri yanlışdır artıq. Demək, D variantı testin düzgün cavabıdır. Çünki bizdən yanlışı istəyirdi. Qazan xan tərəfinə əmrəxur təyin edilir. Bəli. Daha sonra 5-də deyir ki, aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil. Bilirik ki, bu da Dastan Əhməd Həramidir. Daha sonra 6 aşağıdakılardan biri Şah İsmayıl Xətai ilə Dəhnamə məsnəvisində Səbanın gətirdiyi 1-ci və 10-cu məktublar arasında baş vermiş hadisələr arasında daxil olunan, yəni 1-ci və 10-cu məktub arasında olmayan məşuqə aşıqı görüşə çağırır. Bu var idi. Səba həbs edilir. Var idi. Səba azad edilir. Var idi. Məşuqə göz yaşını tərifləyir. Bəli. Sən qal indi artıq bu 10-cu məktubdan sonra halallaşma, görüşüb ayrılma səhnəsidir. Ona görə E variantı olacaq. Füzulinin Leyli və Məcnun poeması ilə bağlı fikirlərdən biri səhvi istəyir yenə. Baxaq, əsərdə Leylinin atası mənfi. Mənfi planda təsvir olunmur. Belə yanlış budur. Əsər əruz vəzində Həzəc bəhrində yazılmışdır. Bəli. Rum zərflərinin xahişi ilə yazılıb. Bəli. Poemaya müxtəlif janrlarda olan lirik şeylər də daxil olunub. Bəli. Poemanın əsas hissəsi məsnəvi şəklindədir. Bu da doğrudur. Daha sonra 8. Koroğlu dastandakı Həmzənin qıratı qaçırması qolu ilə bağlı fikri. Bax, yenə yanlış fikir. Bunu mütləq şəkildə imtahanda da belə qaralayın ki, biləsiniz. Səhvi istəyir, qıratı qaçırması qolu ilə. Koroğlunun aldanması təəssür olunur. Bəli. Koroğlu öz dəlilləri ilə bircə Toqata deyir, gedərək qırat tapar. Xeyr, elə yanlış olan B variantıdır. Yəni tək gedir. Mərliklə hiləgərlik üz-üzə gəlib mübarizə aparır. Bəli. Həmzənin həm mənfi, həm müsbət cəhətləri göstərilir. Bəli, ona görə ziddiyyətli obrazda adlandırılır. Həmzə Nigar xanım tədbirli, ehtiyatlı bir qadın kimi təsvir olunur. Bəli. Daha sonra 9-a baxırıq. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib povestinin əsas ideyası nədir? Əsas ideyası avamlılıq və mədəniyyətsizliyin tənqidi deyildi. Yaltaqlığın, ikiyüzlülüyün tənqidi. Bu da deyil. C variantında möhmumat və cəhalətin tənqidi. Xeyr, münəccimliyin tənqidi deyildi. Şərq istibdad üsul idarəsinin tənqidi idi. E variantı. Daha sonra 10-cu sualda deyir, bu xüsusiyyətlərdən biri Monsieur Jordan obrazına aid edilə bilmir. Monsieur Jordan. Məsələli şərtdən fərqli olaraq yeni dünya görüşünü bəli təmsil eləyir. Öz ölkəsi, baxın, aid edilə bilməz deyir. Öz ölkəsinin vətənpərvəridir. Bəli. Azərbaycan dramaturgiyasına ilk qəbli obrazdır. Bəli. Nəbatat alimdir. Qarabağ vilayətinin bitkilərinin tibbi müalicəvi xüsusiyyətlərini öyrənməklə məşğuldur. Bəli. Parisdə baş verən inqilabı alqışlayırdı. Xeyr, niyə alqışlasın? Yəni öz ölkəsidir. Yəni inqilabı kim öz ölkəsində alqışlayar? E variantı olacaq. Cəlal Məmmədquluzadənin Anamın kitabı əsəri ilə bağlı səhv fikri. Baxın, yenə səhv fikri istəyir bizlə. Lirik parçalardan istifadə edilmişdi deyir. Bəli. Olunub. Əsas mövzu müstəqillik, milli birlik, söyüşə bağlı istiqlal uğrunda mübarizədir. Bir dəqiqə burada səhvi deyir də, düzdürmü? Aha. Demək, əsas mövzu müstəqillik, milli birlik, soy kökə bağlılıq, istiqlal uğrunda mübarizə götürmürük. Monoloji nitqə bir yer verilməyib, amma verilib.
götürəci yanlışı istəyirdi bizdən. Çobanlar yumor hədəfi kimi götürmüşdü. Xeyr, çobanlar yumor hədəfi deyildi. Qardaşları yalnız öz anaları və bacıları düşündü. Xeyr, qardaşlar üçün yaddaşmışdı belə də milli mənəvi bağlılıq, birlik, soğuk kökdən uzaqlaşmışdılar bir növ. Çünki biri Rus təbiətli, biri İran, biri də Türk təbiətində böyümüşdü və onları təmsil edirdi. 12-ci sual, demək burada oldu, nəyə götürdük? 3, 4, 5. Daha sonra 12-ci sualda deyirik, Oktay Yaloğlu əsərin Tamara nə üçün son tamaşada oynamaqdan boyun qaçırır? Baxın, səhvləri seçin. Daniyar bəyin pul təklifinə görə bizə səhv lazım idi. Ona görə biri götürmürük. Oktayı Firəngizə qısqandığı üçün xeyli yanlış budur. Şəkinskinin təkidi ilə Oktayı gözdən salmaq üçün bunu da götürmürük. Çünki bizə səhvlər lazımdır. Xəstələndiyi üçün, bəli, xəstələndiyi üçün də götürürük. Çünki yanlışdır. Demək, 12-də olacaq 2 və 4. Daha sonra 13-ə baxırıq, Məhəmməd Hüseyn Şəhərliyin Heydər Babaya Salam əsərində öz əksini tapmışdı. Nələr? 1. Xalqın məişəti ilə bağlı hadisələr. Daha sonra Novruz adətləri. Bəli, xalqın azadlıq uğrunda mübarizəsi. Xeyr, belə bir məsələ yox idi. Xalqın ayrılıq dərdi. Bəli, demək 1, 2, 4. Daha sonra 14-də baxırıq, metafor haqqında düzgün fikirlərdir. Bədii təsvir vasitəsinin bir növüdür. Düzgün fikir deyir də, düzdürmü? Bəli. Demək, biri götürəci, Yunan sözü olub, ad dəyişmək, demək, metafor deyil, köçürmədir. Metafor götürmür, müqayisə bənzətmə əsasında yaranır. Bəli. Daha sonra bir əşya və yaxud hadisənin müəyyən əlamətinin başqa əşya yaxud hadisə üzrə köçürülməsidir. Bəli. 1, 3, 4. 5-ə də baxaq, yalnız şeir dili çoxaraq xeyr. Yəni, nəsr dilində də ola bilər. Demək, götürəci 1, 3, 4. 15. Verilən nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir? Vücudu incəliyib və qıl olubdur. Göz yaşı axıb nil olur. Yəni, göz yaşının axıb nil olması mübaliğədir. Vücudun da incəlib qıla olması, belə deyək, tükə dönməsi litotadır. Demək, götürəci 2, 4. Başqa mən burada epifora, kinoya, bədii təzad, anaforada görmədim. Daha sonra varmı? Yoxdur. 16. Nümunədə işləmiş bədii təsvir vasitələrini göstərin. Yazın laləsidir, al yanaqların, yaqut kənarıdır, gül dodaqların. Demək, burada nə istəyir? Bədii təsvir vasitələrini. Demək, burada təşbih var. Yazın laləsidir, al yanaqların, gül dodaqların, bənzətmə. 2. Təşbih var. Daha sonra epitet də var. Məsələn, gül dodaq. Düzdürmü? Epitet. 2-3 metafor yoxdur. Simvol metonimiyada yoxdur. 17. Nümunədə işləmiş bədii təsvir vasitələrini göstərin. Yaşıl köynəyini geyinir, meşə geyinir. Metafor. Yaxama quş kimi qonmaq, bənövşənin quş kimi qonmağı. Bu da ki, təbii ki, təşbihdir. Demək 1, 2. Epitet, simvol metonimiyada yoxdur. Məcazlar hansılardır? Məcazları istəyir. Məcazlar təbii ki, metonimiyadır. Daha sonra burada məcaz nə var? Bədii təzad yox. Demək, bədii sonra simvol. Bəli. Daha sonra bir də ki, təşbih. 2, 5, 6. 19. Əruz vəzinə aid əlamətləri seçməliyik. Misra daxili bölgünün təfili əsasında qurulması. Misra daxili əruz deyil, düzdürmü? Aha. Misra daxili bölgünün təfili əsasında, bəli, təfilələr aparıcıda, əruzda. Daha sonra şifahi və yazılı ədəbiyyatımızda işlənmə tarixi baxımından daha qədim hecadır, belə deyək, hecadır, olmaz. Fasilənin sözün ortasına da düşə bilməsi, bəli, götürəci. Uzun və qısa hecaların mütənasib sıralanması, bəli. Misralarda hecaların sayıca bəli, bu da hecaya aid. Demək, olacaq 1, 3, 4. Daha sonra 20-ci suala baxırıq. Məsnəviyə aid düzgün fikirləri istəyir. Ərəb sözü olub ikilik deməkdir. Bəli, hər iki misrası beyt təşkil edib bir-biri ilə qafiyələnir. Bəli, qafiyə quruluşu şairə hadisəni nəzərdə tutulan əhvalatı geniş təsvir etməyə imkan verir. Bəs elə buna görə də poemalar məsnəvi şəklində yazılır. Elə 1, 2, 3 olacaq. Amma yenə də 4-ə 5-ə bax. Həm klassik, həm müasir poemalar hamısı deyil, səhvdir. Məsnəvi də qəzəl və qəsdə şəklində qafiyələnir. Xeyr, qəzəl şəklində, qəzəldə necə idi? İlk beyt öz arasında qafiyələnirdi, sonraki beytlər fərqlidir. Düzdürmü? Sonraki beytlərin ilk misrası sərbəst, növbəti misrası, amma birinci beytin hər iki misrası ilə qafiyələnirdi. Belə yoldaşlar, ədəbiyyatdan sınaq izahının
Bu qədər. Sağ olun.